Zaqatalada yeniyetmələr arasındakı mübahisə bıçaqlanma ilə nəticələndi. Hadisə aprelin 2-si axşam saatlarında rayonun Əliabad qəsəbəsində baş verib. 11-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Nəzir Arikoğlu Zerabovla həmkəndlisi 2009-cu il təvəllüdlü Kərim Nadiroğlu Qədirov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən 17 yaşlı Nəzir Zerabov bıçaqla 16 yaşlı Kərim Qədirova xəsarət yetirib. Yaralı dərhal Zaqatala rayon mərkəzi xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirilib. Dünən axşam saat 21:45 radələrində Zaqatala rayon mərkəzi xəstəxanasının cərrahiyyə korpusuna Əliabad qəsəbə sakini 2009-cu il təvəllüdlü Qədirov Kərim Nadiroğlu döş qəfəsinin arxa divarının bıçaq zədələnməsi ilə yarası ilə daxil edilir. Müayinələri davam elətdirilir, ümumi vəziyyəti orta ağır. Qeyd edək ki, xəsarət alan Kərim Qədirov 9-cu sinifi başa vurduqdan sonra təhsilini dayandırıb. Hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı Nəzir Zerabov isə hazırda Əliabad qəsəbəsindəki tam orta məktəblərdən birinin 11-ci sinif şagirdidir. Təqsirləndirilən şəxs hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.